Salam değerli həmvətənlər. İndi biz Cənyordayıq. İranda D ayıdır. 12-13 gündə İranda təzahürat var. Millət çıxır eşiyə. İlk 2 gündə ki əvvəl çıxmışlar, Tehranın bazarından başlamışdı o cür bilirsiniz. Sonra Rıza Pəhləvi gəldi, bunun deyilən modisa var da, bir dənə şəpə gəlir. Sən bir təxtədə olsan o şəpənin üstündə gedirsən. Sonra indi bu şəpə nə qədər böyüksə filan olsa sən orada qəhrəmansan da ucada gedirsən. Bəzən də şəpədən yıxılarlar. Müntəha indi bu dövrü zamanədə bəxərə İran International var, Manitova filan var. O şəpədən yıxılanı görsətmir. Haraya kiminki nəfirlərin nədir görsətmir. Hər halda. Manitova İran Internationalın və şahpərəstlərin dedişiyinə görə Pənşənbə və Cümə günü Rıza Pəhləvinin sözü ilə millət çıxıb eşiyə. Bunların dedişiyinə görə. İndi burada nə mən olur? İndi burada millət çıxıb eşiyə və Xameneyin getməyini istəyir. Kimin gəlməyini istəyir? Dedişikdə deyirəm. İndi biz bilmirik çədə dəyilik. Təmasımız yoxdur bir adamla. Dəqiq bilmirik ki, cəmaatla nə deyib. Amma bunlar deyirlər ki, Pəhləvilər gəlsinlər. İn axərin nə bərdir? Pəhləvi bər micərdir. Söhbət bundan ibarətdir. Yəni indi orada ayrı bir istək yoxdur. Məsələn, siyasi zindanında ötürü azadlıq verin millətə. Ya fərz buyursunlar ki, demokrasi gəlsin. Xalq eləyə bilsin, öz ana dilində danışsın, öz uşağına, öz dilində, öz fərhəngində ərz və xidmət adını qoysun. Ya məsələn, süngünün misini aparmasınlar Yəzdə. Ya fərz bu huzur, Bəluçistanda millət suyuzluğundan uşaqlar gedir, orada təklərdə düşürlər, onları o timsahlar yiyir, yeməsin. Əgər məmləkət müşadır, əgər məmləkətdə hamını şərikdir, bir əxər o nəfrundan sistem Bəluçistana yetişməyir. Kürdistanda ayrı bir qəzaya var, Türkmen səhərdə ayrı bir qəzaya var. Kirmanın özünün istəkləri var. İsfahanın özünün istəkləri var. Deyir ki, bütün məsələn çağırmalı baxdı, hə, yeni suyun gətirin verin bizə. Biz nicadı bərtərik. Orada deyir, bəli də deyir ki, Rıza Pəhləvi də spermi bərtərdir. İndi bu quftuman hər kəs öz istəyini istəyir də, düzdür.